Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasım Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Hoş gördük sizleri. Bu güzel, əzəmətli, mehriban İmam Rıza Aleyhisselatü Vesselam'ın məhzərindən salamlarımız və dualarımız var sizler için. Əziz qardaş və bazılarımız Əhl-i Beyt Aleyhisselatü Vesselam aşıqları. Gəldik, yetişdik bu kitabın bu bölməsində Quran-ı Kərimin mübarək ayəsini sizin xidmətə çatdırdıq. Buyurdu ki, Mübarək Yusuf surəsinin mübarək 76-cı ayəsi buyurdu, hər biləndən də üstün bir bilən vardır. Bunu sizin xidmətə çatdırdıq və izah da elədik. Təxminən mən izah deyəndə qısa lakonik formada mən izah edirəm. Çünki bu tutum baxımından çox videolarımız çox geniş olsa belə deyək, qənaətbəxş deyil. Gəldik, çatdıq bir dənə hədisə ki, İmam Əli Aleyhisselatü Vesselam bu hədisi buyurublar. Buyurub ki, iki şeyin sonuna yetişmək olmaz. Elm və ağıl. Əziz qardaş və bazılarımız, elm əgər, mən bayaq qeyd elədim, əgər bəsirətlə olsa, onun içində həm bəsirət var, həm ağıl var. Ağıl bəsirətdən ayrı deyil. Yəni, ağıl özü də bəsirətli olmaqlıqdır. Bəsirətli olmaqlıq özü də ağılın bir dənə, belə deyək, nəmadıdır. Bəsirətin bir, belə deyək, görüntüsüdür. Özündə onu iktifa edir, cəm edir özündə. Bəs əgər o kəslər ki, bəsirəti var, onun üzündən oxumaq olur ki, bu ağlından istifadə edir, bu nuraniyyətə yetişib də, düzdür? Hər bir ağıllı insan uzaq görənliyi var. Deməli, bunlar ikisi də həm bəsirətli insanlar, həm ağıllı insanlar. Həm ağıllıdırlar, həm bəsirətlidirlər. İmam Əli Aleyhisselatü Vesselam da belə buyurur ki, elmlə ağıl sonsuz bir dəryadır. Əslən onun sonuna yetişmək mümkün deyil. Niyə? Çünki həqiqi elmə sahib olan, həqiqi həyata malik olan Allahın bir nemətidir bu. Allahın yaratdığı sonsuz bir nemətdir. Həmçinin Həzrəti Əli Aleyhisselatü Vesselam belə buyurublar. Buyurublar ki, hər kəs iddia etsə ki, elmin sonuna yetişmişdir, öz sonsuz nadanlığını aşkar etmişdir. Təsəvvür edin, bu sözü, bu kəlamı kim buyurur? Həzrəti Əmir əl-Müminin. Həzrəti Əli Aleyhisselatü Vesselam Peyğəmbərdən sonra İslam tarixində ən ciddi bir şəkildə rol oynayan və Allahın insanlar üstündə vəlisidir. Elə bir rol oynayır ki, İslamı, Peyğəmbəri Əlisiz, Əlini də Peyğəmbərsiz və İslamsız təsəvvür etmək mümkündür. Necə ki, Həzrəti Peyğəmbərimiz buyurur ki, Əli hardadsa haqq da oradadır. Haqq da hardadsa mütləq Əli də oradadır. Bunlar bir-birinə ayrılmaz. Bəs deməli, əgər biz elmi öz əhlindən öyrənsək və Muhammedun pak Əhl-i Beyt Aleyhisselatü Vesselamın əzəmətli kəlamlarının özlərindən ya vasitə ilə ya vasitəsiz əgər öyrənsək, həqiqi elmin çeşməsinə varmış oluruq və ondan qidalanmış oluruq. Bəs deməli, elmin bəzi yerlərdə təsirləri var, bəzi yerlərdə təsirləri yoxdur. O yerdə ki, elmin təsiri var, o yer insanların tələbat yeridir, insanlar tələb edir o elmi. O yerdə ki, elmin, belə deyək, faydası yoxdur, o yer müfsid, fasid və fitnəli bir yerdir. O yerdə nə qədər sən elmdə ora, belə deyək, pompaj da eləsən, orada fəsad çoxalar. Fəsad çoxalar. Onlardan biri də budur ki, məsələn, indiki şəraitdə kütləvi viran edici silahlar, mikrobların düzəlişi, nə bilim, cürbəcür insanları kütləvi formada sıradan çıxartmaq üçün cəhdlər, bunlar hamısı elmi cəhdlərdir. Bəs nə qədər ora elm pompaj olunsa, orada fəsad çoxalar, bunun əksinə isə, əgər o yeri ki, tələbat var, orada müsbət tələbat var, cəmiyyət düzəlsin, saflaşsın, ora nə qədər də elm pompaj olunsa, ora gül çiçək olacaq. Onun üçün Qur'an-ı Kərimdə iki dənə böyük hizb, qoşun üzbəyüzdür. Bir, Hizbəllah, Allahın qoşunu. Müqabilində kimdir? Hizbuş şeytan.
şeytanın qoşunu. Bunlar daima üz-üzədirlər. Mütləq Allah qalib gələcək. Çünki Allah Teala buna söz verib, vəd verib. Bunu mütləq eləyəcək, qalib eləyəcək. Haqq onsuz da qalibdir. Amma bəzi yerlərdə görərsən, hətta şeytanın ordusu belə adi formada, gözlə görünən formada, əyani formada qalib gələrlər. Allahın qoşunundan olan insanları tikə-tikə hətta doğrayarlar, şəhid eləyərlər, qanına qəltan eləyərlər. Amma sonda Allahın mütləq ordusu qalibdir. Ehtimal var və bu tariximizdə də var ki, İmam Hüseyin Əleyhisselatü Vesselam o boyda qoşunun qarşısında 100 nəfər, ya ki 200 nəfərlə, 70-80 nəfərlə dayanmışdı 30 minlik qoşunun qarşısında. Amma bilirdi ki, o haqdır və Allahın qoşunundadır. Heç də narahat deyildi. Ürəyi heç də narahat deyildi. Niyə? Çünki bilirdi ki, haqq tərəfdəndir, vəhşilər tərəfə hücum eləsə eləyəcək. Şeytanın ordusuna hücum eləyəcək və onları sıradan çıxaracaq. Bəs bu öz-özlüyündə şərəf idi. Həzrət İmam Hüseyin Əleyhisselatü Vesselamın nümunəsi Hizbullahın, Quran-ı Kərimdə Allahın ordusunun nümunəsidir. Yezid onu Həzrət İmam Hüseyin ağanın müqabilində dayanan, üzbəyüz dayanan, Həzrətə əksinə çıxan o qoşun isə Yezidin qoşunu idi ki, Hizbuş şeytan, Quran-ı Kerim onu adlandırır. Allah sizə və izamlarımıza izzət versin. Esselamu aleykum və rəhmətullah.